Bu qardaşa ətir götürdüm. Reklam kimi çıxmasın, lap elə reklam kimi çıxsın. Milyoner parfümə. Ətirlər idi də. Bax. Oyda. Çantanın içindən necə ətir icarı la. Allah'ın dostu. Az qalım ki biz çantanın içində qolumu salam mobilyançına yaxalanım. Bu da belənçiylə qaldım razında. Çox zəif olur burada sifarişlər. Koefisiyenti də aşağı olur. Bugün deməli 28 maydır, yəni müstəqillik gününə əlaqədar sifarişlərdə zəifliyi var. Hətta çox zəifliyi var. Bəlkə də səhər-səhərdə ona görə. Neyse, danışacağım bu mevzuda. İlk öncə hamını salamlayıram dostlar. Deməli Wolf'dan götürdüyüm sifarişimi Zoom mağazindən gedib götürəcəm. Bugünkü mevzu istəyirəm bu olsun ki, bir çoxları musiqinin xodunu alım, fikrim qalır orada. Bir çoxları maraqlanır ki, kuryerin qazancı nə qədərdir? Misal üçün, Wolf'da qazancı necədir, Bolt'da qazancı necədir? Mən biri soruşur ki, 10 saat işləsəm nə qədər qazanaram? Biri soruşur, velosipedlə işləsəm nə qədər qazanaram? Biri soruşur, nə bilim, piyada işləsəm nə qədər qazanaram? Sonra başqa bir mövzular da var ki, soruşurlar, sifarişi restorandan necə götürürsünüz, onun ödənişini restorana necə edirsiniz? Düzü, köhnə vloglarda qismən də olsa barədə danışmışam, amma bu şeydə də vlogda çalışacağım danışım onlardan. Amma neçə vaxt suallar verirlər mənə ki, istər Instagramda, istər TikTokda ki, Tərlan abi, videolar niyə gəlmir, niyə görə vlogları çəkmirsən, niyə görə gec-gec paylaşırsan? Qardaş, ona görə gec-gec paylaşıram ki, həvəs qalmır məndə. Niyə görə həvəs qalmır? Mən açığı vloga başlayanda birinci növbədə niyyətimdə tutmamışdım ki, daha doğrusu niyyətimdə onu tutmuşdum ki, türklər çəkirlər, başqa millətlər çəkirlər motovlog, motonu tanıtdırırlar, moto mədəniyyəti haqqında çıxışlar edirlər, videolar çəkirlər, vloglar hazırlayırlar. Dedim, niyə bizdə də olmasın? Düzdür, bizdə var idi. Primer çəkə bilərəm Yolsuz Kamalı. Sonra Elçin var idi, təzə başlayanlardan. Sonra Harun Məmmədov, estağfurullah, Harun Məmmədov yox, Harun var idi, Huro TV. Bunlar yəni yetəri qədər bacardıqlarını edirlər, çəkilişlər edirlər. Dedim, mən də qoşulum, mən də təkan olum, biraz da artsın. Çünki hər kəsənin öz izləyici kütləsi var, belə düşünürdüm. Amma mən onu düşünmədim ki, mən çəkiliş edəndə mənə motosiklet bir qırağı qalacaq. Ancaq Wolf'dan suallar verilir, ancaq Bolt'dan suallar verilir, ancaq Yangon adı çəkilir. Baxıram da yaş həddinə, qardaş, mən 16 yaşım var, işləyə bilərəm. Biridir 14 yaşım var, biridir 18 yaşım təzə olub. Yəni, cavan uşaqlarsız, bu nə deyəm, hamı mail salıb kuryerliyə. Hamı gəldi kuryer oldu. Bəs kim gedəcək? Normal bir dənə peşə sahibi olacaq, normal bir dənə ixtisas sahibi olacaq. Yəni, nədir də bu kuryer sevdası, kuryer eşqi nədir? Mən misal üçün ən çox kuryeriyə gəlməyi, mən motosiklet sevgim oldu ki, motosiklet sürmək üçün. Həm də ki, bəri başda çox gözəl qazanc vardı, bəri başdan. İndikinin yəni 180 dərəcə əksidi, çox gözəl qazanc var idi. Deyəndə mən bəli, kuryerə yiyələnmişdim. Moto nədir o? Zoom mağaz, pet friend, pet nədir o? Salam xanım. 656. Yəni deməyim odur ki, ona görə gəldim ki, həm motor sevgim güclü idi,
Plus qazancı da yaxşı idi. Yoxsa yəni başqa sənədlərim də var əlimdə. Kuryer mən deyərdim ki, bu dəqiqənin özündə ən axırıncı işlərdən biridir ölkədə. Ki, sənin başqa bir sənətin işin yoxdur. Ya gəlib fəhlə işləyəcəksən, ya da gəlib necə deyim sizə, hambal deyək də, hambal işləyəcəksən. Çünki kuryer bu dəqiqə hambaldan fərqlənmir. İş yoxdur, sənət yoxdur, heç nə gəlmir əlindən. Onda gələrsən, ya kuryer işləyərsən, ya da ki, nə bilim, gəlib haradasa tikintidə fəhlə işləyərsən. Amma cavan uşaqlarsınız, sizin gələcəyiniz qabaqdadır, gedib oxumaqdansa, gedib və yaxud hansısa bir gözəl sənətə, gözəl peşəyə yiyələnməkdənsə, hamı eyni sualı verir. Yəni, mənə bir motosiklet barəsində, motosiklet haqqında suallar verin ki, misal üçün, mənim 3000 bütçəm var, 3000-ə mən hansı motosikleti ala bilərəm? Və yaxud, mən falan ərazidə yaşayıram, bu ərazi üçün hansı moto daha məsləhətli olar? Və yaxud, falan motosikleti almaq istəyirəm. Amma mənə maraqlıdır ki, onun xroniki problemləri nələrdir? Yəni, bu motosikleti alsam nələrə diqqət yetirim, nələrə diqqət edeyim? Mən də bacardığım qədər hansı modelləri tanıyıramsa, bacardığım qədər, əlimdən gəldiyim qədər maksimum dərəcədə köməklik göstərərəm və izahatını verərəm ki, belə dediyim ki, yəni məsləhətsiz də motosiklet biraz pis çıxar. Sadəcə qiymət fərqinə görə onların özlərinin performansları var, qiymətinə görə performansı var və bir çox ucuz motosikletlər var ki, öz qiymətinə görə həqiqətən də performansı, yəni ürək açandır, mən belə düşünürəm. Yəni, onlardan maraqlansınlar da. Çox xahiş edirəm, bu kuryer haqqında da, yəni, yenə deyirəm, çox saylı istəklər gəlib deyəni, mən qazancları haqqında da bir balaca danışmaq istəyirəm. Çox güman ki, bu vlog bir balaca qısa olsun, çünki daşın biri yaddan çıxıb evdə qalıb, GoPro-nun hər an zayiqə qutara bilər. Qazanc əvvəl, misal üçün, mən stabil bir qazanc, bir rəqəm deyə bilirdimsə, indi onu demək mümkünsüzdür. Niyə görə mümkünsüzdür? Çünki əvvəl qrafik var idi və qrafikdə biz baxırdıq ki, günün hansı saatında nə qədər əmsal verilir və həmin əmsal uyğun da tutuzdurmaq olurdu. Yəni, çıxıb işləmək də olurdu, tutuzdurmaq da olurdu ki, bu günü sən 6-7 saata nə qədər pul qazanacaqsan olurdu da, misal üçün, mən bunu yer tapım, saxlayayım, söhbətə qalan yerdən sonra davam edərəm. Kuryer sayı normal idi. Hər kuryer gününə rahatçılıqla 15-20 sifarişi, rahatçılıqla yəni 15-20 sifarişi apara bilirdisə, indi mümkünsüz kimi bir şeydir, yəni bu 15 sifariş bir əl çatmaz bir rəqəm kimi görsənir bizə, hətta mən deyərdim, əl çatmaz rəqəm kimi görsənir ki, 15 apararsan, biri var, əvvəl 15 sifarişi mən aparırdım 5-6 saata, indi 10 saat, 11 saat gözləməlisən ki, 15-20 sifarişsən yerini yetirəsən ki, heç olmasa normal ürəyin istəyən maaş qalsın. Belə deyim də sizə, əvvəllər benzin 1 manat edisə, 92-dən gedir söhbət. İndi olub 1 manat 10 qəpik. Əvvəl vergi 5%, desinfi 66 manat idi səhvələməsə mən işə təzə başlayanda. Sonra vergini keçən ili 20%-ə qaldırdılar, onda belimiz qırıldı, sonra tezdən salınlar 5%-ə, amma 5%-ə salandan sonra bu səfər desinfi qalxdı, desinfi də qalxdı, oldu 116 manat ödənişlərinə biri. Bopşum, faizi nəzər edin, deyirsən ki, gəlib 120 manata qədər çıxa bilir desinfi, 120 manat desinfi, 5% vergi, yenə də gəlir, bu haradasa 17%-ə çıxır vergi, niyə görə? Çünki əvvəl 66 manat olan vaxtlarda 1000 manat işləyirdinsə, 1000 manatın 50 manata gedirdi vergiyə, qaldı 950 manat. 950 manatdan da 66, deyə 70 manatda, 70 manatdan qaldı 880 manat. Amma indi 1000 manatdan 100
20 manat ora, 50 manat vergiyə 170 manat. İndi 1000 manata çıxır 170 manat, o da eləyir 17%. Ümumi 1000 manata elə bir ki 17% vergi düşür. Yəni təsəvvür bir yerdə. Yəni 1000 manatın 170 manata getdi vergiyə. Əgər siz bir aya 1000 manat işləsəz təbii ki. 1000 manatın 170 manata vergiyə, bir dənə sifarişi də qəbul edeyim. Zu sevimlilər Nərmanov deyəsən buradadır. Düz yanındayım. İkinci də götürdüm. İndi Nərmanov arasını tərk edirik, gedirik Xətaya, Ağa Biznes Center'ın yanına. Yəni dostlar, bilirsiniz, mən heç kimi həvəsdən salmaq istəmirəm. Ruzunu verən Allahdır. Əziyyətini çəkən bizik. Qazananlar da ki, göz qabağındadır ki, kimlər qazanır, yəni bizim əziyyətimizdən. Sözüm onda yox. Sadəcə deməyəsəm ki, əvvəlki vur çartlasın, çal oynasın söhbəti yoxdur. Mən əvvəllə niyə görə müqayisə edirəm? Çünki çoxdan başlamışam bu işə. Demək olar ki, şirkət elə təzə-təzə açılan vaxtlarda başlamışam. Ona görə əvvəlki vaxtlarla müqayisə edib deyirəm sizə. Amma indinin özündə mən belə düşünürəm ki, 50 manatı işləmək üçün siz haradasa bir 10 saat işləməlisiniz. 50 manatı qazanmaq üçün. Həmin 50 manatda təmiz, yəni rasxodları çıxandan sonra sizə qalan pul 50 manat olmur da, onu da yəni nəzərə almaq lazımdır ki, yəni rasxodlar çıxılandan sonra 50 manat qalmır. İndi belə deyək, işlədik 50 manat. 50 manatı da ki, ortalama hesabına mən düzdür, demək olar hər gün 6-7 manat arası vururam benzin. İndi biraz bəlkə də çox çıxır ona görə. Tutalım ki, deyək ki, 5 manat benzinə pul vurdunuz. 50 manatın 5 manatı benzinə getdi. 17%-ni də oradan vergiyə çıxanda haradasa belə deyim sizə eləyir 8 manat 50 qəpik, belə deyir 9 manat hesablayaq. 45 manatdan 9 manat qaldı 36 manat. 5-6 manatda yeməyə versəz qaldı 30 manat. Başqa da ki, bir şeydə nəzərə almaq lazımdır ki, indi kim nə yağ istifadə edir bilmirəm motosiklet üçün. Yağ var ki, onu alırsan 20 manata, o sənə 1500 kilometr verir. Mən misal üçün 26 ya 27 manatlıq yağ istifadə edirəm, o verir. Usta deyir 3000 kilometr sürə bilərsən, mən amma 2500 kilometr sürürəm 26-27 manat yağla. Yəni bunun yağını da hesablamaq lazımdır. Bunun rasxodliklərini də nəzərə almaq lazımdır ki, bunun padoşkası da yeyilir, bunun nakladkaları da yeyilir, bunun səhərsi gün porşenlarına regrovka, yəni tənzimləmə vermək lazım olur. Yəni ustanın yanına gəlirsən. Yəni texnikadır da, hər cürə problem çıxa bilər. Ona görə də bacardığı qədər mən 5 manatda çalışıram ki, qırağa atım. İndi düzdür, hər dəfə ata bilmirəm, amma bacardığı qədər. Yəni 50 manat qazansın, onu demək istəyirəm. 50 manatın tən yarısı sənindir, tən yarısı da getdi istər vergiyə, istər motosikletin rasxodlarına və öz rasxodları var. İndi xahiş edirəm, oturun özünüzdə bir məntiqlə düşünün ki, mən nə demək istəyirəm, mən nəyi çatdırmaq istəyirəm sizə. 50 manatın 50%-i getdi rasxodlara, 50%-i qaldı sənə. Həmin o da eləyir 25 manat. İndi deyə bilərsiniz ki, 1000 bərəkət. Mən də yəni deyirəm 1000 bərəkət, təki Allah bərəkət eləsin. Amma 50 manatın 50%-nin rasxoda getməyi demək belə çıxır ki, yəni nə bilim, yəni yaxşı iş tapmağın vaxtı gəlib çatıb, mən onu demək istəyirəm. Yaxşı peşə. Mən burada kuryer işini istəmirəm, kuryer peşəsini istəmirəm. Kim istəyir, hər kəsən öz seçimidir, hər kəsən gəlir. Mən də misal üçün sevərək işləyirəm, niyə görə ki, ən azından motosiklet, moto sevgim var deyənə. Bilirəm ki, hər gün moto sürürəm özüm üçün. Həm motomu sürürəm, həm də ki, pulumu qazanıram. Və biraz da bəzi məqamlar var ki, işi gözdən salan dəyərsiz insanlar var ki, gəlib özləri kuryer kimi təqdim edir, amma
kuryer işində gözdən salırlar. Necə ki, özləri dəyərsizlər, çalışırlar ki, kuryer işində dəyərsizləşdirsinlər. Nə bilim, biri deyir, Lökbatandan şəhərə 3 manata, 4 manata götürürəm. Biri deyir, fərqi yoxdur, şəhərdən Liboyerə, Maşdağaya, Buzonuya, nə bilim, Hövsana 5 manata sifariş aparıram. Yəni, valla bilmirəm, humoristik danışırlar, yoxsa həqiqətən beləsinə öz qoyduqları qiyməti deyirlər, yəni reallığa uyğun olmayan qiymətdə, yəni o boyda kilometraj adicə bu zonanın özünə yox, ölü yeri 40 kilometr elə hansısa bir girişinədir, yəni buradan olduğum məkandan bu zonanın girişinə elə 40 kilometrdir, yəni bunun 5 manatdan nə bilim valla, yəni insan özünə qiymət verməlidir birinci növbədə, sonra gördüyü işə qiymət verməlidir. Kimsə mənə deyə bilər ki, sən meyvə lazımdır, onun öz işidir, özü bilər neçə aparır. Elə bir söhbət yoxdur da, bəs onun timsalında o axı kuryer işini təmsil edir də, yəni bir nəfər, biri var ki, həmin bir nəfər ancaq özü bu işlə məşğul olsun, 2-3 dənə belə rəqabət apardığı insanlar olsun. Bir də var ki, kuryerlərin sayı yüzlərlə də, yox, bəlkə də minlərlə deyərdim mən. İstər Sumqayıtı, istər şəhərin içi olsun, istər Bakı ətrafı kəndlərdə işləyən qardaşlarımız olsun, əziyyət çəkən, öz əziyyətinə qiymət verən, qiymət verdirən insanlardan gedir təbii ki, söhbət. Yəni, sən tək özünü təmsil eləmirsən, sən kuryer işini gözdən salırsan. Sən və sənə kimilər. Sən və sənə kimilər kuryer işini gözdən salırsınız və dəyərdən salırsınız. Sən bunun bu qiyməti deyirsən, səhərsi gün müştəri də fikirləşir, şirkət də fikirləşir ki, deməli bunlara 35-40 kilometrdə 5 manatdan gəlmək sərf edir. Halbuki, nəsə, yəni azından çoxundan bacardığım qədər danışdım. Qazanc haqqında məlumat verdim müəyyən qədər və dedim ki, 50 manatı qazanmaq üçün ən aşağısı, mən belə düşünürəm ki, 10 saat vaxt lazımdır. Temboli bayram günlərində, bayram ərəfələrində ümumiyyətlə iş çox zəif olur da. Yəni gələk axşam çıxasan ki, nəsə bir şey əldə eləyəsən, axşamlar iş daha çox olur. Bunu mən ona əlaqələndirirəm ki, çox güman ki, cəmaat səhəri yatır. Çünki bayramda bayram səhərisidir. Səhər tezdən durmayınca istirahət günləridir. Səhəri yatır deyənə, ona görə axşamlar daha aktiv olurlar. İndi deyə bilərsiniz ki, bu 50 manatdan 50% getdi Raskoda, yerdə qalır 25 manatda, yəni 50 manatdan 50% 25 manat. Oradan deyə bilərsiniz ki, çayvoyda, yəni bəxşiş verilir. Baxın, bayaqdan bir 4-5 dənə sifariş aparmışam, 20 qəpik nədir ki, onu verməyiblər, deyil. 25 manatın da üstünə əlavə olaraq çayvoy verirlər. Valla çayvoy o qədər zəifliyib ki, yəni indi verən olur, demirəm, hamı, hər kəsən vermir. Durub, heç kəsi məcbur da eləyə bilmərəm ki, yəni çayvoy ver. Bura Amerika deyil ki, və yaxud başqa bir inkişaf etmiş ölkələr var ki, onlarda qayda qanunla, məsələn, Amerikada eşitdiyimə görə, ya, orada olmamışam, amma eşitdiyimə görə qayda qanunla çayvoy verilməlidir, yəni bəxşiş verilməlidir. İstər restoran sistemində olsun, istər kuryerlərə, istər taksiyə çayvoy, yəni bəxşiş verilməlidir. Bizdə hər iki o yoxdur və yaxud da elə bir ölkələr var ki, orada qanuni olmasa belə, yazılmayan qanun deyilən bir şey var. Onlar özlərini sıxışdırıb, daha doğrusu sıxışdırıb verməyə bilmirlər, yəni verirlər. Onlar kuryerə hər daim çayvoy verirlər. Necə ki, mən özüm də heç vaxt kuryeri çayvoysuz yola salmamışam. İstər proqram üzərindən ona çayvoy vermişəm, yəni kartda pul olan vaxtlarda. Nağd olub, nağd çayvoyunu vermişəm. Deyə bilərsiniz ki, sən özünə kuryersən, ona görə yox. Yəni, mən heç kuryerliyə başlamamışdım belə. Ümumiyyətlə, heç kuryeri qoymurdum da mənzilə kimi qalxsın, düşüb özüm götürürdüm. Hər kəsən düşüncəli olmadan, onu demək istəyirəm. Yəni, kimsə də ki, düşmür, yəni yenə deyirəm, heç kim məcbur deyil. Burada xidmət şərtlərində, qaydalarında var ki, kuryer özü qalxmalıdır müştərinin ünvanına kimi. Müştərinin ünvanına kimi özüm qalxmalıyım. Sadəcə mənim deməyim odur ki,
Bəxşiş həqiqətən də yazılmayan bir qanun olmalıdır. Çünki mən özümdən götürüm də, misal üçün deyək, 20-25 manatlıq ən aşağısı deyirəm də, sifariş edib bilirəmsə, minimum heç olmasa onun müəyyən qədər faizini, yəni belə deyək ki, 1 manatını faizlə deməyim sizə. Oradan 1 manat, 2 manat kuryerə, yəni özümə borc bilirəm verməyi. Nəinki kuryerə. Taksidə də hətta bacardığım qədər məsafəyə baxıram. Görürəm, əgər həqiqətən də bu məsafənin qiyməti azdırsa, mən taksinin ödənişini yenə də olub 1 manat, olub 2 manat əlavə ödənişini eləmişəm. Amma bizdə o deyil. Bizdə biraz işləyənlər yaxşı bilir. Bizdə başqa cürədir. Tak, belə dostlar. Yəni hər hansı bir işdə işləmək istəyirsinizsə fərqi yoxdur da. Yəni tək söhbət kuryerdən getmir. Ümumiyyətlə hansısa bir sənətə, hansısa bir işə yiyələnmək istəyirsinizsə, ilk növbədə həmin işi dərindən tanımalısınız, həmin işə bələd olmalısınız. Həmin işin, necə deyim, sirlərini yiyələnməlisiniz, bilməlisiniz, maraqlanmalısınız. Adicə kuryerə girəndə belə bilməlisiniz ki, hansı məsafənin haqqı nə qədərdir. Onu bilməlisiniz ki, səhərsi gün nə kimsə sizi aldatmasın, nə siz özünüz aldanmayasınız. Ona görə.